şükürsüzlük, naşükürlük insanda o neymətə yox, çatışmazlığa yönəldir insanı. İnsan həyatında o olmayan tərəflərə görür. Çatışmayan tərəflərinə diqqət edir. Bu da insan nə edir? Narahat eləməyə başlayır. Məsələn, görür ki, filan kəsin filan şey var, mənim yoxumdur. Filan kəsin övladları belədir, mənim övladlarım elədir. Filan kəsin pulu var, mənim yoxdur. Ancaq yoxlara baxır, olmayan nöqtələrə baxır. Təbii ki, bu da insanı nə edir? Narahat eləyir. Baxmayaraq, Quran buyurur ki, لَاِنِ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Şükür etsəniz, artıracağam. İnsan şükür etdikcə Allah nə edir? Neymətini artırır. İndi biz istəsək bu narahatçılığı həll eləyək, həyatımızda şükür etməyi artırmalıyıq. Məsələn, gündə 3 dənə neymət yazıb şükür etməliyik. İstər-istəməz Allah bizə bir çox neymətləri verib. Məsələn, birinə sağlamlıq verib, sağlamlığı qəşəngdir, normaldır, sap sağlamdır, heç bir problem yoxdur. Amma digərinə onu verməyib. Sənin sağlamlığın var, amma imkanlı bir deyilsən. O sağlamlığın qədrini bilməlisən, onun şükrünü etməlisən.